Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi reallaşdı. Milli Gimnastika Arenasında gerçəkləşən tədbir iştirakçı ölkələrin paradı ilə başladı. Daha sonra Gənclər və İdman naziri Fərid Qayıbov iştirakçıları salamladı. Onlara yarışda uğurlar arzuladı. Bədii gimnastika üzrə Avropa Kubokunda 25 ölkədən olan 175 idmançı qrup və fərdi şəkildə çıxış edir. Turnirə mayın 4-də yekun vurulacaq. Bu turnirdə cross battle da var. Mayın 3-ü və 4-ü keçiriləcək. Burada gimnastlar play-off şəkildə çıxış edir. Həm individualda, həm qrup hərəkətlərdə. Avropa Kuboku Bakıda keçirilmişdi. O 2024-cü ildə cross battle olmuşdu, amma o vaxt cross battle ancaq individual proqramlar olmuşdu. İndi isə qrup hərəkətlərdə də cross battle olacaq. 16 nəfər bu gün kvalifikasiya keçir alətlər üzrə. Bu kvalifikasiyadan sonra 16 ən güclü gimnast düşür cross battle. Orada da 8-də 1 finaldan başlayaraq play-off sisteminə 4-də 1 final, yarım final və 3-cü yer üzrə mübarizə və final olacaq. Qrup hərəkətlərdə də cross battle-da 6 komanda iştirak edəcək. Onlardan 3 komanda finala düşəcək. Rəsmi çıxışdan sonra tədbir bədii hissə ilə davam etdirildi.